Salam əziz izləyicilər. Bu günləri mənim birinci günümdür ki, adi bir işçi olaraq maliyyə azadlığına doğru gedirəm. Bu günləri mən saat 20:00-da yuxudan oyandım. Əlbəttə ki, sıraza telefona əl vurmuram, dururam, əl üzümü yuyuram, bir balaca razmika ilə məşğul oluram, idman edirəm, bədənimi açıram, yuxudan ayılmağa çalışıram və dərhal paltarımı geyinirəm və işə doğru istiqamət götürürəm. Və mən 21:00-da işdə olmalıyam. Çünki mən gecə smeni işləyirəm və gecə smeni 1 saat öz şəxsi işlərimlə məşğul oluram və yarım saat yemək yeyirəm və yarım saat gecə hansı işləri görəcəyim ilə bağlı planlaşdırıram. Və bu planlaşdırma sistemi məndə elə olur ki, maksimal dərəcədə mən atdığım və eləyəcəyim işlər, atdığım addımlar maksimal dərəcədə məni öz arzularıma çatdırmalıdır. Boş-boşuna nə ilənsə məşğul olmaq yox, məqsəd yönlü şəkildə oturub fikirləşmək, başa düşmək ki, mənim bu atdığım addımlar, məşğul olduğum işlər məni maksimal dərəcədə öz arzularıma çatdırırmı? Mən bunları eləsəm maksimal dərəcədə produktiv və effektiv insan olurammı? Yoxsa alternativ başqa bir işlərlə məşğul olsam daha yaxşı olar? Bu suallara cavab verməlidir mənim eləyəcəyim və məşğul olacağım işlər. Əgər bu suala cavab vermirsə, bu işlərlə qətiyyən məşğul olmuram. Bu suala cavab verəndən sonra isə mən dərhal şəkildə bu işlərimi həyata keçirməyə başlayıram. Oturub çox fikirləşmirəm, analitik paraliçdən əziyyət çəkmirəm və başlayıram dərhal bu işlərlə məşğul olmağa. Misal üçün, bu gecə mən trend olan videolara baxıb analiz edirdim ki, videonun başlanğıc necə olmalıdır, hansı sözlər, hansı hook və s. video neçə dəqiqə olmalıdır, uzun və ya qısa, shorts, hansı formatda videolar olmalıdır, bunları araşdırırdım. Və bundan sonra isə maliyyə savadına gedən yollar Rusiya Federasiyasında hansı metodların olduğunu araşdırırdım. Necə adi bir insan az bir pul ilə özünə investisiya eləmək vasitəsilə kapital yarada bilər və pul yığa bilər. Bunların yollarını araşdırırım. Və mən 50 dəqiqə işləyirəm, 10 dəqiqə istirahət edirəm. Çox gözəl bir metoddur. Sizə də tövsiyə edirəm. Yoxlaya bilərsiniz. Və üçüncü isə bundan ibarətdir ki, mən maksimal dərəcədə elədiyim işlər və arzularım. Bunlar nə qədər mənim xoşuma gəlir, nə qədər mən bunlardan həzz alıram. Bunlar məni rahatçılığım nə qədər təmin edir. Yoxsa mən bunları məcburi şəkildə görürəm. Bunlar haqqında fikirləşirəm, mütaliə edirəm, strategiya özümə planlaşdırıram və s. başqa işlərlə də məşğul oluram. Və bu 05:00-a qədər olandır. Və bundan sonra isə başlayır öz inkişaf, kitab oxumaq və s. işlərlə məşğul oluram. Və 09:00-da isə mən işdən çıxıram. Bir gün mənim məşq günüm olur, məşqə gedirəm. Ondan sonra isə evə gedirəm, istirahət edirəm və ya çəkilişlərə gedirəm. Yəni mənim günlərim belə keçir. Kanala abunə olmağı unutmayın. Sabahdan başqa formatda da bu kontenti çəkmək yolunda irəliləyəcəm.